Salamlar değerli izleyicilerimiz. Bugün bir aktual mövzu hakkında danışmak isterdim. Allergik konjunktivitlər təhlükəlidirmi? Allergik konjunktivitlər hakkında çok danışmışım. Ancak onların təhlükəli olup olmadığı hakkında bu videoda məlumat vermek isterdim. Adeten allergik konjunktivitlər zamanı gözlerimizde sulanma, qaşınma, qızartı, diskomfort hissi olur. Ve uzun müddet devam ettikdə ve müalicə olunmadıkta bizde bu prosesler artık iltihabi proseslere çevrilebilir. Yani gözlerimizde konjunktivitlər, bakteriyal konjunktivitlər, göz qapaqlarının iltihabı, buna biz blifaritlər deyirik. Hətta gözümüzün görən hissəsi, burnuz qışan iltihabı, keratitlər baş verə bilir. Bu hallar isə olduqca ağırlaşdırılmış hal hesab olunur. Yəni ciddi müalicə tələb edilir. Hətta gözün görməsini itməsinə və burnuz qışan transplantasiyasına, yəni köçürülməsinə belə gətirib çıxara bilir. O baxımdan, əgər sizin gözünüzdə allergik reaksiyalar varsa, qaşınma varsa, qəti sürətdə əlinizi gözünüzə toxundurmursunuz, ovxalamırsınız, hər hansı bir dəsmalla silmirsiniz. Çünki bu vasitəsilə gözlərinizə infeksiya keçə bilər və mütləq göz həkiminə müraciət edirsiniz. Bu və digər mövzularla maarifləndirməyə davam edəcəyik.